Hamıya salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə birlikdə həm çox dadlı, həm də hazırlanması olduqca asan olan makaron salatı hazırlayacağıq. Bu salat xüsusilə yay ayları üçün əla seçimdir. Əgər pəhri saxlayırsınızsa, bu resepti mütləq sınayın. İndi isə keçək hazırlanmasına. İlk olaraq makaronlarımızı qaynadırıq. Biz 1 paket kiçik ölçülü makaron istifadə etdik. Belə kiçik makaronlar bu salat üçün daha uyğundur. Makaronlarımız əvvəlcədən bişib hazırdır. İndi onları sobada tam quruyub cips kimi xırçıltı olana qədər bişirəcəyik. Bunun üçün əvvəlcə makaronların üzərinə zövqə görə duz, qırmızı pul biber, qara istiot və qırmızı toz biber əlavə edib yaxşıca qarışdırırıq. Daha sonra makaronları əvvəlcədən hazırladığımız soba sinisinə bərabər şəkildə yayırıq. Siniyə əlavə etməmişdən öncə sininin içərisini yaxşıca yağlayırıq və sobanı ən yüksək temperatura qoyuruq. Makaronlar tam quruyub xırçıltılı olana qədər sobada saxlayırıq. Gördüyünüz kimi artıq hazırdır. İndi isə gəlin səsinə qulaq asaq. İndi isə salatımızı hazırlayaq. Dərin bir qaba konservləşdirilmiş qarğıdalı, qaroq, toyuğun döş əti, rəndələnmiş kök, xırda doğranmış xiyar, yaşıl biber, qırmızı kələm və hazırladığımız xırçıltılı makaronları əlavə edirik. İndi isə gəlin salatımızın sosunu hazırlayaq. Əslində buna tam olaraq sos da demək olmaz. Sadəcə qatığın içərisinə şüydləri xırda-xırda doğrayıb əlavə edirik. Biz bunu daha sağlıqlı olması üçün edirik. Əgər siz istəsəniz, içərisinə mayonez, xardal və ya hər hansı başqa bir ingrediyenti də əlavə edə bilərsiniz. Biz etmədik. Daha sonra zövqə görə duz, istiot, qırmızı pul biber və qırmızı toz biber əlavə edib yenidən yaxşıca qarışdırırıq. Və hazırladığımız sosu salatın üzərinə əlavə edib bütün ərzaqları yaxşıca qarışdırırıq. Və budur, makaron salatımız artıq hazırdır. Gördüyünüz kimi bu salat həm çox asan hazırlanır, həm də kifayət qədər yüngüldür. Bəli, içərisində makaron var, amma bir porsiyaya düşən makaron miqdarı çox azdır. Üstəlik salatın böyük hissəsini tərəvəzlər təşkil eləyir. Bu arada bu reseptdə istifadə etdiyimiz ərzaqlardan istifadə etmək məcburiyyətində deyilsiniz. Soyuducunuzda olan tərəvəzləri, göyərtiləri və ya başqa məhsulları əlavə edərək öz zövqünüzə uyğun makaron salatı hazırlaya bilərsiniz. Bəs siz necə daha əvvəl makaron salatı hazırlamısınız? Hazırlamısınızsa siz necə hazırlayırsınız? Fərqli ingrediyentlərdən istifadə edirsiniz? Mütləq şərhlərdə bizimlə paylaşın. Bu qədər. Ümid edirəm ki, videomuzu bəyəndiniz. Əgər videonu bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və rəylər bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.